Heç maraqlanıblar ki, ya yasamalda evlərin kvadratı neçədəndir? Evimizin yerində ev versələr onu biz istəyərik. Başqa yerdən yox. Şəhərdə o qədər yer var sökülməli, Sovetski, Papanina, onlar heç sökmürlər. Qasım yaxşı pul versin çıxarır. Bakının Yasamal rayonunda yeni söküntü prosesinin həyata keçiriləcəyi bildirilir. Məlumata görə rayon ərazisində yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Bəzi mənbələrdə həmin ərazilərdə park salınacağı, bəzilərində isə yaşayış kompleksinin tikiləcəyi qeyd olunur. Rəsmi qurumlar tərəfindən sakinlərin bu barədə məlumatlandırıldığı deyilsə də, ərazi sakinləri bununla bağlı heç bir rəsmi bildiriş almadıqlarını, söküntü barədə yalnız sosial şəbəkələrdən xəbər tutduqlarını deyirlər. Mən sosial şəbəkələrdən öyrənmişəm evlərin getməyini. Müharibədən qabaq düzdür, o Coviddən qabaq gəliblər, evləri ölçüblər, eləyiblər, amma ondan sonra dəyişikliklər evlərdə çox olub. Evlər tikənlər olub, yəni dəyişikliklər olub. Rəsmi məlumat hələ bizə heç bir rəsmi məlumat verilməyib. Belə gələn olmayıb heç bir. Ancaq elə sosial şəbəkələrdə deyiblər Yasamaldakı evlərin plan getməyini, Xaqan Dadaşovla, Xıdır Mustafayevin plan getməyini deyiblər. Mənim gözləntim budur ki, heç olmasa düz ilə burada bir park olacaq, amma park da olmasa, ev də versələr, heç olmasa pul da versələr də, elə bu bir pul versinlər ki, biz bu pula Yasamalın özündə elə təzədən ev ala bilək də. Biz çünki burada böyümüşük, burada doğulmuşuq. Yəni bıraq yerdə mənə heç cür əl vermir. Uşaqlar buralarda oxuyurlar. Yəni ona görə də pulu da elə verməlidirlər ki, deyirlər 2700. Sosial şəbəkələrdə çox deyirlər 2700. Heç əl vermir 2700. Heç olmasa 3500-dən verməlidirlər ki, heç maraqlanıblar ki, ya Yasamalda evlərin kvadratı neçədəndir. Bunu maraqlanıb, buna uyğun bizə pul təklif eləməlidirlər. Hamısını da razı salmalıdırlar ki, Yasamal az bir ərazi deyil də, böyük bir yerdir. Ona görə də hamı razı salmalıdırlar ki, hamı razılıqla çıxsınlar evlərindən. Heç bir rəsmi məlumat yoxdur da, belə ağızdan ağıza danışılan söz. Bu hələ onlar gəlib bizim qapıya dayananda onda deyəcəklər ki, nə qədər görmək istəyirlər, biz razıyıq, yoxsa razı deyil. Biz indidən onlar gəlməmişdən onlar haqqında heç nə deyə bilmərik. Evimizin yerində ev versələr onu biz istəyərik, başqa yerdən yox. Hələ biz anlayışımız olandan eşitmişik ki, buranı sökülür. Şəhərdə o qədər yer var sökülməli, Sovetski, Papanina, onlar heç sökmürlər. Deyirlər sökülür. İndi söküncə, eləyincə, gəlincə nə qədər müddət vaxt gedər hər halda. Bəlkə də biz heç onu görmərik, nə bilim. Məncə 70 yaşım var. Məlumata görə əmlakı söküləcək sakinlərə minimum 2000 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Bu məbləğin evin dəyərindən asılı olaraq artması və ya azalması mümkündür. Lakin ev sahibləri təklif olunan kompensasiyanın az olduğunu bildirərək narazılıq edirlər. Onlardan bəziləri vəsaitin nağd şəkildə ödənilməsini istəyir, digərləri isə yaşadıkları ünvanda yeni mənzillə təmin olunmalarını tələb edirlər. Falana gedəndən sonra nə düşünmədik? Təhsillər yaxşı qiymət versinlər. Evlərə biz də gedək özümüz üçün ev tapaq. Yaxşı şəraitimiz. Yox, məlumat vermir. Pulumu versələr ev yaxşı bir yer taparam da həyətlərə. Əlbəttə. Mən binada yaşaya bilmirəm. Bu yaşında kimi də durmuş oraya lift xərab oldu. Buna nətər düşəcəksə. 5000-dən versinlər pulumuzu. Dumbalin betonun üstüdür. Hər şərait var burada. Qalsın yaxşı pul versin çıxarır. Saytda görmüşdüm ki, ekranda qoymuşdu ki, Xaqan Dadaşov və Xıdır Mustafayev küçələri hal-hazırda plana düşüb. İstəyirik plana düşməyin, amma qoyduqları məbləğ qane eləmir də. Biz istəyirik ki, bizim yerimizdə ev versinlər də, bizi pul qane eləmir. Yəni biz verdikləri pulla həmən bu ərazidən ev ala bilməyəcəyik. Sözü gedən ərazidə hansı layihələrin həyata keçiriləcəyi və sakinlərə ödəniləcək kompensasiyanın məbləği ilə bağlı Yasamal rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ərazi üzrə quruma konkret layihə barədə məlumat daxil olmayıb. Sadəcə rayon üzrə köhnə fərdi evlərin siyahıya alınması prosesi aparılıb. Məsələni gündəmdə saxlayacağıq. Türkan İskəndərli, Aysel Mətləb, Today Press TV.